Əgər bazarda aydın enən kanal formalaşıbsa, qiymət güclü dəstək səviyyəsi ilə birlikdə onun alt sərhədinə yaxınlaşdıqda satmaq olmaz. Belə vəziyyətdə yalançı qırılmalar və alış üçün siqnallar axtarmaq prəsinə çevrilir. Ticarət mümkün korreksiya və ya kanalın ortasına yaxud üst sərhədinə qayıdış istiqamətinə aparılır. Anlamaq vacibdir ki, səviyyənin qırılması özlüyündə hələ hərəkətin davam edəcəyinə demək deyil. Kanal daxilindəki mövqeyi və güclü səviyyələrin olub-olmadığını analiz etmək vacibdir. Böyük timeframe-dəki enən kanal vəziyyəti kənardan nəzərdən keçirək. Qiymət kanalın alt sərhədinə yaxınlaşırsa və eyni zamanda orada güclü tarixi dəstək səviyyə varsa, bu zonada satmaq olmaz. Hətta qırılma baş verərsə belə, yalançı hərəkət ola bilər. Belə bir nöqtə fəaliyyəti məntiqi belədir. Yalançı qırılmanı gözləyirik, kiçik timeframe-ilə keçirik, təsdiqləyici patern axtarırıq, qısa stop loss ilə alışa giririk. Bu halda hədəf ən yaxın güclü səviyyə və ya kanalın ortası ola bilər. Hərəkət əlverişli inkişaf edirsə, kanalın üst sərhədi hədəflənir.